Əgər siz də yuxudan duran kimi birinci əlinizi telefonu açsınızsa və yaxud da bir stəkan çay içsizsə, bədəninizi tez qocaldısınız. Cavan qalmaq üçün birinci qayda, səhər yuxudan duran kimi bir stəkan ilıq su için. Çünki su bədəndə detoks prosesini aktivləşdirir. Detoks bilirsiniz nədir? Bədəndən toksinləri atmaq, həmçinin hüceyrələri bərpa etmək və hüceyrələri yeniləmək. Təbii detoks budur. Yoxsa gedib gic-gic mənşəyi bilinməyən dərmanlara, çaylara bir ətək pul töksünüz ki, detoks elətdirəcəm. Başlarda edə bilərsiniz, amma o dərmanları tərk edəndən sonra yenidən həmin toksinlər bədənimizə neçə qat artığı ilə qayıdır. Gec yaşlanmaq üçün ikinci qayda bədəni hər səhər günəş şüasına məruz qoymaqdır. Çünki günəş şüası bədəndə melatonin və kortizol hormonlarını balanslaşdırır. Melatonin sizə gecə yatanda lazım olur. Yəni səhər gün şüası qəbul edəndə gecə yuxuya daha rahat gedəsiniz, daha gözəl şəkildə gedəsiniz. Kortizol isə gün ərzində stres səviyyələrini balansda saxlayacaq və bu da sizə vacibdir. Yəni səhər qəbul etdiyiniz gün şüası gün ərzində sizi stressdən, əsəbdən qoruyacaq. Və üçüncü qızıl qayda hərəkətlilikdir. Hər səhər yuxudan duran kimi 5-10 dəqiqə bədəni hərəkət etdirmək və yaxud da günəş şüası altında yürüyüşə çıxmaq, bunlar qan dövranını sürətləndirir və dolayı yolla orqanlara daha çox oksigen daşıyır və bu da hüceyrə yaşlanmasının qarşısını alır. Deməli, hər gün bu 3 sadə addımı etməyə çalışmaq lazımdır. 1. Yuxudan duran kimi bir stəkan ilıq su içmək. İçinə limon da ata bilərsiniz. Bu antioksidan təsiri artırır. 2. Günəş şüası altında 10-15 dəqiqə qalmaq. 3. Yüngül hərəkətlilik. Bu kardio da ola bilər, yürüyüş də ola bilər. Sağlam olun, sağlam qalın.